Salam aleykum, Kərim Vlog kanalına xoş gəlmişsiniz. Bugün nə mövzudan danışmaq istəyirəm? Bax, yağış indi dayandı. Elə bir yağış yağırdı, and ol Allaha. Yəni, deyiləsi dərəcədə deyil. Ayaqlarım su. Bu dəqiqənə başımdan su tökülür, bildirir. Yəni, mövzu nəyə aiddir? Qardaş, o 19, 20, 21 yaşında evlənənlərə səslənirəm. Ay ki, evlənməyin. Evlənməyin. Nə səbəb evlənirsiniz? Sevgi, eşq, məhəbbət, öldüm, divanəyəm, beləyəm, eləyəm. Qardaş, pulun paran yoxsa da hansı sevgidən danışırsan? Əgər alandan sonra onun istəklərini edə bilməyəcəksənsə, əgər heç bir şey edə bilməyəcəksənsə da, ancaq borcla yaşayacaqsansa da, sənin nə haqqın var o xanımın, o uşağın, etirazdan qarşılamayacaq, onları çətinliyə salmağa. Onun ailəsi əmanət verir. Vermir ki, ged orada əziyyət çəkdir. Vallahi sevgi də, eşq də, mühəbbət də qarın doydurmur. Əgər bugünkü gündə pulun yoxsa da. Bax, özümdən misal çəkirəm mən. Eşqli demişəm, divanət demişəm, vaxtından tez evlənmişəm. Hər bir problemin altından özüm qalxmağa çalışmışam. Səbəb, o sözü eşitmək istəmirəm ki, əgər sənin ailən sənin arvad canını saxlayacaqsa da, niyə evləndin? O sözü eşitməməyin dərdindən bugünkü günü başımdan yağış yağa-yağa, ayaqlarım su ola-ola vecimi almıram. Niyə? Çünki kış olduq, dönərdək olmadı, kuryeriyə girdim. Nəyə görə? Çünki evladım var. Onun etirazlarını qarşılamalıyam. Xanımın etirazlarını qarşılamalıyam. Ailə var, atan var, ana var. Hamısı deyir ki, oğul Avropada işləyir. Daha demirlər ki, oğul Avropada suyun içində işləyir. Üstümüz başımız su. Alın. Hansı qazançlar? Hansı gözəl gündən deyirsiniz? Evlənməyin qardaş. Vallah, billah deyirəm, evlənməyin. Tələsməyin evlənmək üçün. Nəyə tələsirsiniz? Hara tələsirsiniz? Qorxursuz ki, dünya dağılar birdən evlənmədən dünyanızı köçərsiniz, yoxsa necə? Bir iş qurun. Çıxın ölkənizdən. Çıxın ölkənizdən bir iş qurun. Yurt salın. Gözəl işlər qurun. Gəlir əldə edin. Havağa kimi onun qarşısında işləyəcəksiniz. Havağa kimi borcla, kreditlə, faizlə, sələmlə yaşayacaqsınız. Bezmədiniz. Sıxılmadınız 10 min qabağında işləməkdən. 10 min yanında fəhlə işləməkdən. 5-10 manata, 20 manata, 30 manata. Bugün iş olacaq, işləyəcəm. Sabah iş yoxdur, öydə oturacam. Ya PUBG oynayacam, ya çayxanaya edəcəm, ya gələnxanaya edəcəm. Gelib dostlarımla gələnxanaya edəcəm, mən yaxşı olanam. Vallahi, billah boş söhbətdir. Bugünkü gündə mən şoka düşürəm. Elə bir gənclər görəndə həqiqətən şoka düşürəm. Ki, iş yoxdur, nə qaraq? Qaqa, iş yoxdur. Hər şeydə iş var, hər yerdə. Sənə Avropa hər sürə şəraiti qurur. Oxumaq şəraitini də verir. Vota, iş yoxdur mu? Kuryerli yerlə. Ən azından ondan bundan zəng eləyib, sigaret pulu. Ay nə bilim, qaqa təhsil uşağı doktora aparasam, pulum yoxdur. Yəni, bu vəziyyəti yaşamaq mı istəyirsiniz? Ən azından gəl kuryeri işlə. Öz ehtiyaclarını qarşıla, xanımının ehtiyacını, uşağının ehtiyacını. Amma evlənmə, hələ evlənmə, tələsməyin. Nə hara tələsirsiniz? Mən hələ də interes edirəm bugünkü gündə ki, o aylıq 700 manat, Azərbaycanlılara deyirəm. Gürcüstanda da aylıq 800-900 qazanıb evlənlərə interes edirəm. Qardaş, uşaq yeməyin qiyməti andal Allah 80-75 lira olubdur. O da 3 gündən bir qutarır, 4 gündən bir qutarır. Uşağın raskotu, BMW-nin raskotundan çoxdur. Siz nəyə danışırsınız, nə evlənmək danışırsınız? Ölkədən çıxın, əlinizi cibinizə salanda ən azından pula dəysin. Pulunuz yoxdur, karta dəysin. Daha əlinizi cibinizə salanda qəpiklə şaq-şaq-şaq-şaqqıllamasın. Mən bugünkü günlər öz vətənimdən iyrənmişəm. Gürcüstandan iyrəndiyim kimi heç yerdən iyrənməmişəm. Bax, yağış hələ də yağır.
Hə də yağış yağır. Baxın, necə yağır yağış. Amma nə edirəm? Öyə getmək yerinə deyirəm ki, yağışda iş yaxşı olur. Bax, nə güzel yağır. Lazımdır sizə. İşləyin. Buna necə yağır? Qurban olduğum elə bir bərəkət yağır. Lazım deyil, tələsməyin. Ölkənizdən çıxın. Avropaya gəlin. Həmişə fikirləşməyin ki, bunu necə edim, nə cür edim, nə cür edə bilərəm. Fikirləşməyin. Avropa sana hər şərait qurur. Çıx Avropaya. Əlbəttə necə gedim, gedib orada bacara bilərəmmi, edə bilərəmmi, nə gedərəm, əli boş qaydaram, o bunu deyər, bu bunu deyər. O bir söz var, sazsa getdin, ya gəldin, o sözü eşlərəm, belə bir şey eləyərəm. O sözlər boş söhbətdir. O buna deyəcək deyə yaşamayın. Nəsə iş planlayırsan, o işin dalınca düş. O işi gör, o işi qur. İşte nəsə gəlir elə. Əgər sən bu günləri, bax bu günləri sən qazandınsa da 15 qazandınsa da deməlisən bu nəsə qazanmışsan Avropada. 15 dollarını, 15 evromu, o olduğun Avropa yerinə dəyişir. Amma yox, sən bu günləri heç sən qazanmıyorsan, amma 15 dollar, 15 evro rasxod edirsən. Sən geri basırsan, sən nə fikirləşirsən? Bax, mən o insana halal olsun, əhsən deyərəm ki, bu sabahı bu gündən yaxşı olsun. Yox, mənim sabahım bu gündən pis olacaqsa, deməli mən geriyirəm. Mən heç nə bilmirəm, heç nə qanmıram, gündən geri basıram. Mən demək istədim sadəcə insanlara, yəni gənclərə məsləhət ki, qaqa tələsmin evlənməyə. Ancaq karyera fikirləşin, iş fikirləşin, qazanmağı fikirləşin. Hər şey puldur qaqa. İndiki devirdə hər şey puldur. Bırakın başını, qurban olum. Evliliyin başını bırakın. Ancaq karyera fikirləşin, gəlir əldə etməyə fikirləşin, necə qazana bilərəm, necə irəli düşə bilərəm, Allah'a fikirləşin. Daha bambılı TikTok'da video paylaşmağın, canlı yayım açmağın, bunların başını bırakın. Nəysə, öpürəm sizi. Allah'a emanet olun. Yəni siz bu danışdıqlarıma nə qədər də qulaq assınızsa sizə də halal olsun. Mən olsam ərinərəm Allah. Bu qədər danışmağıma qulaq assam. Sağ salamat. Hə, bir də bu arada kanalıma da abunə olsanız, video bəyənsəniz ləzzət eləyərdi. Sağ salamat.